1 kilogram un, 400 gram yağ, çay qaşığının ucunda durur, 350 gram qaymaq, 2 yumurta, 1 çimdik duz, düzdür. Yox. Yağ cibinizə uyğun yağ. Mən deyə bilmərəm hansı yağı istifadə edin. Sadəcə yağa diqqət edin ki, yağ ağ yağ olsun. Buna diqqət edin. Qaymaq da smetandır, ramaşka smetanı, xama yəni. Bildiyimiz ramaşka smetanı, yəni qatıq, ucuz qaymaq, smetan yox, ramaşka smetanı. Yağla unu umac elədiniz. Yağla əsas unu umac edin, çünki bu döymə xəmirdir. Əsəd nöqtə qoymuşsan. Sonra ora 2 yumurtanı bütöv, ramaşka smetanın və duzu, droju, vanilin, yəni bunları artıq əlavə edib xəmiri yoğurun. Qəşəng yoğurandan sonra pingvində bir yarım saat dinləndirin.